Hazırki kütle iki yere ayrılıb. Qızıl sevərlər var, bir də coinləri sevənlər var. Yəni hal-hazırdakı vəziyyətdə ən çox maraqlı kütlənin yarısından çoxu, yəni ümumi olaraq, yəni Azərbaycanda yaşayan kütlənin, ümumiyyətlə Azərbaycanda, dünyada olan bütün insanlara fokuslanıb, yəni qızıla tələbatı olan insanlar ki var, yəni qızılla alqı-satqı edənlər var və qızıl alanlar var, real olaraq, yəni həyatda. Bunlar üçün maraqlı olan qızıl yenidən qalxacaqmı, qalxmayacaqmı sualını gəldisə, həmişə bu sualı verirlər. Yəni gördüyünüz kimi bizim Magic platformamızda yenidən yaşıl piramidaya daxil olub qızıl və biz dünən nəzərə çatdırmışdıq hansı nöqtələrə qədər qalsa. Ardında YouTube kanalında full olaraq baxa bilərsiniz bu videoya. Demək biz dünən hansı nöqtələr demişdik? Təbii ki 3315'lər, 18-19'lar təbii ki bu hədəflər oldu mu? Təbii ki oldu. Yəni bugün necə korreksiya olacaq mı? Təbii ki korreksiyalar olacaq. Yerli saatdan saat 11'dən sonra qızılda yəni korreksiyalar müşahidə olunacaq və deyək dünən qiymət $94 yuxarı doğru istiqamətinə davam etdirir. $94 yəni qazandı. Bugün ümumi olaraq yəni $91'dır ümumi missiya. Yenidən qalxacaq. Təbii ki korreksiyalardan sonra qalxacaq. Yəni hara kimi enəcək sualına gəldidə isə korreksiyalar təbii ki 3257-3224'lərə qədər hələlik bu korreksiyaları nəzər çatdırım. Yəni ola bilsin bu korreksiyada olmasın. Bir azca korreksiya verəndən sonra yenidən sürətlə yuxarı doğru istiqamətdən davam etdirsin. Yəni eyni zamanda xəbərlərə baxmaq lazımdır. Gəlin keçək biz Bitcoin'ə, yəni kütlənin əksəriyyəti coinlərlə alqı-satqı etdiyi üçün, yəni bu da onlar üçün maraqlıdır. Yəni ortalama götürəndə 100%-dən 100%-i qızıla maraqlıdır. Nə üçün? Çünki həm beynəlxalq maliyyə birjasında deyək ki traderlər arasında, eləcə də qızıl satanlar arasında, real olaraq qızıl satanlar arasında da qızıl maraqlıdır. Eləcə də real olaraq qızıl düşənlərdən qızıl alanlar üçün də maraqlıdır. Yəni tez-tez sual verirlər ki, nə vaxt enəcək ki biz gedib alarıq. Yəni bu həmişə davam edəcək, qalxacaq mı? Yoxsa əvvəlki vəziyyətə qayıtmayacaq. Yəni bunu bu başdan deyim, biləsiniz. Yəni əvvəlki vəziyyətə qayıtmayacaq. Gəlin coinlərə baxaq. Yəni coinlər hədəf olaraq təbii ki səhər saatlarında yenə start götürüb yuxarı gedir. Hədəf olaraq 111, 115 və 120, 130'ları hədəfləyib. Keçək biz digər cütlüklərə, yəni burada təbii ki funtun dollar rəqabətindən söhbət gedir. Dünəndən bugünə, dünən saat 4'dən bugünə qədər 1000 pips qalxıb. Korreksiya təbii ki olacaq. Yəni əvvəlki günlərə baxanda, yəni yerli saatla saat 11-2 arası yəni korreksiyalar başlayacaq. Yəni gündəlik isə 881 pipsdir və hara kimi korreksiya verəcək, yəni 1.3390'lar 900'lərə kimi korreksiyalar gözlənilir. Keçək evron dollar rəqabətindən, evron dollar rəqabəti dünəndən bugünə 1180 pips, demək olar ki 1200 pipsə qədər yəni qalxıb. Yəni korreksiyalar olacaqmı? Təbii ki hara qədər olacaq? 1.12800'lərə kimi. Və gündəlik isə 863 pipsdir. Korreksiyalar olacaq. Yəni bu o demək deyil ki evro dolların, funt dollara yəni enəcək. Yox, eləcə də qızıl yəni ondan sual doğrultmur ki bu belə kəskin enəcəkmi? Yox, enməyəcək. Yəni həm qızıl, həm bitcoin, həm deyək ki evro dollar, funt dollar təbii ki bunların istiqaməti yuxarıdır və uzun müddətdə yəni yuxarı doğru istiqamət. Korreksiya olandan sonra yenidən qalxacaq yuxarı. Neftə gələndə isə neft nə edəcək? Yəni neft bildiyiniz kimi səhər saatlarında qepni asıldı və start götürür yuxarı doğru istiqamətə davam edir. Qepi bağlayacaqmı? Sonra gəldisə harda bağlayacaq? Hansı yerlərdə satış əməliyyatları verə bilər? Crude oil'da 65-60'lardan futures slotlarda isə 66-45'lərdən satış əməliyyatları ilə qepi bağlayacaq. Keçək biz Nasdaq, S&P, Dow Jones'a ən vacib xəbəri, ən gözəl xəbəri verilmişsə, yəni biləsiniz. Təbii ki Nasdaq, S&P, Dow Jones, DAX bunlar ümumi istiqamətdə, gündəlik istiqamətdə yuxarıda. Amma güclü bir dəstək xətti var. Yəni Nasdaqdakı güclü dəstək xətti 20.947'dir. Bu nöqtələr aşağı formalaşarsa 19.863'ə və 19.336'ya qədər enə bilər. Bu Nasdaq'a aiddir. S&P gəldi isə S&P'də dəstək xətti, güclü dəstək xətti, yəni sürətli təhlükəli nöqtələrdə 5881, bundan aşağıda formalaşarsa 5692 və 5489'a qədər yenəcək.
Keçək biz Dow Jones'a. Dow Jones'daki güclü dəstək xətti 42.236-dan aşağı formalaşarsa 41.586 və 40.850-yə qədər yenilənəcək. Sonra gəldi DAX-a. DAX-da da dəstək xətti, yəni çox təhlükəli bir nöqtədir. Buna diqqət edin. 23.656 bunu aşağıda formalaşarsa 22.660-lara və 21.212-lərə qədər enəcək. Belə əzizlərim, bir də nəzərinizə çatdırım ki, bugün bizdə bildiyiniz kimi bu ay bizdə kampaniya var. Eləcə də 50 dolları hər biriniz, yəni 50 dollar hədiyyə ala bilərsiniz real hesablar üçün və 4-cü gün bizdə möhtəşəm 2 etaplı, 3 həftəlik möhtəşəm bir layihədə bir təlimimiz var. Təbii ki, ödənişlidir, qoşula bilərsiniz. Görüşmək ümidi ilə bizə yazın və biz sizə görüş səniyyəli ətraflı söhbət edərik. Sağ olun, görüşmək ümidi ilə.